Asi olan, günahkar olan nəfsimi və sonrası Allahdan qorxmağa çağırıram. Həm şükürlər və təriflər aləmdən Rəbbi olan Allah Subhanahu Teala məxsusdur. Biz ona həmd edirik, ona şükür edirik. Nəfslərimizin şərindən, əməllərimizdən ona sığınırıq. Biz ona həmd edirik ki, yer üzündə ən əzəmətli, ən böyük hidayət neymətini bizə bəxş etmişdir. Və bugün bu neymət səbəbdir ki, gözəl günlərdən birində və gözəl məkanlardan birində bir yerə yığışaraq Allah Subhanahu Taala'ya şükürlər və təriflər edirik. Və bu da ağıl sahibləri üçün, ibrət axtaranlar üçün, ibrət almaq istəyənlər üçün ən böyük neymətlərdən və ən gözəl ibrətlərdəndir. Və məhtərəm əziz müsəlmanlar, dillərdə, gözlərdə, həyatda yox ikən Allah Subhanahu Teala bizi xəlq etdi. Və qullarına verdiyi bütün gözəl neymətləri də bizə də verdi. Məsələn, göz, ağız, qulaq, ayaq, əl və s. bu kimi neymətlər. Hətta Allah Subhanahu Teala bir çox qullarına vermədiyi neyməti bizə verdi. O da hidayət neymətidir. Hansı ki, bu neymət səbəbdir Allah Subhanahu Teala'ya şükür etməyə. Bu neymət səbəbdir müsəlmanların bir-birlərini sevməyə. Bu neymət səbəbdir müsəlmanın həyatda gözəl şəkildə, layiqli şəkildə yaşamağına. Və bugün iman əhli, iman gətirənlər, Allaha ibadət edənlərlə qeyrilərinin arasında çox böyük fərqlər var. İstər həyat tərzində, istər dünyaya baxışında, istər əxlaqında və s. bütün məsələlərdə. Və buna hər kəs görə bilir. Və Allah Subhanahu Teala'ya biz şükür etməliyik. Çünki Allah Subhanahu Teala'ya o qədər şükür etməliyik ki, hətta aldığımız nəfəs belə onun izni olmadan yerinə yetirilməz. Aldığımız nəfəsə belə Allahın izninə ehtiyacımız var. Allah Subhanahu Teala istəsə səni bir anda məhv eləyər. Necə ki, Allah bir şeyin olmasını istədikdə ona ol deməsi kifayət edir. Allah Subhanahu Teala Quran-ı Kərimdə Yasin surəsinin 82-ci ayəsində buyurur ki, İnnəmə əmruhu İzə ərada şeyən yəqulu ləhu kun fəyəkun. Əgər Allah Subhanahu Teala bir şeyin olmağını istəyərsə, bir şeyin yağılmağını, bir şeyin olmasını istəyərsə, ona ol deməsi kifayət edər. Və o da dərhal olar. Və buna görə məhtərəm müsəlmanlar, biz hər zaman Allah Subhanahu Teala'ya möhtacıq. Və o bizə qarşı çox rəhimli, şəfqətli, mərhəmətlidir. Baxmayaraq ki, bir belə rəhmə, şəfqətə, mərhəmətə qarşı yenə də bu günahlarla cavab veririk. Və Allaha şükrün əlamətlərindən də biri aləmlərə rəhmət olaraq göndərilmiş Muhammed sallallahu aleyhi ve sellem'i sevməkdir. Həqiqətən onu sevmək Allah Subhanahu Teala şükrün əlamətlərindəndir. Çünki Resulullah sallallahu aleyhi ve sellem'i sevmədən həyat yoxdur. Onu sevmədən həyatdan sonraki də həyat yoxdur. Yəni gözəl yaşayış yoxdur. Onu sevmədən insan kimi yaşamaq yoxdur. Necə ki, bundan əvvəlki insanlar, yəni dinimizdən əvvəlki müşriklər necə vəhşicəsinə yaşayıblar. Mənasız yaşayıblar. Və ona görə Resulullah sallallahu aleyhi ve sellem'i sevmək valideynlərimizdən, evladlarımızdan, malımızdan, mülkümüzdən, hətta canımızdan belə əziz olmalıdır. Onun sevgisi canımızdan da əziz olmalıdır. Çünki o İslamı gətirməklə, İslamda yaşamağıyla hər bir ölü qəlbə həyat verir. Və imansız olan qəlblər hamısı ölüdür. Onların gözləri var, görməzlər. Qulaqları var, eşitməzlər. Qəlbləri var, duymazlar. Necə ki, Quran-ı Kərimdə keçirilir.
bu ayə keçir. Və ona görə Rasulullah s.ə.v hər şeydən çox sevməliyik. Necə ki, bir gün Ömər ibn Xattab radiyallahu anhu Rasulullah s.ə.v-in yanındaydı. Rasulullah s.ə.v onun əlindən tutur və ona baxır. Ömər radiyallahu anhu deyir ki, ya Rasulullah, mən səni valideynlərindən, malından, mülkümdən, evladlarından, dünyada nə varsa mənim üçün hər şeydən əziz tuturam, çox sevirəm, nəfsim istisna olmaqla. Rasulullah s.ə.v buyur ki, xeyr ya Ömər, xeyr, hətta nəfsindən artıq sevməyincə həqiqi iman gətirmiş olmazsan. Və Ömər radiyallahu anh deyir ki, vallahi ya Rasulullah, öz nəfsimdən də artıq səni sevdim. Çünki Ömər radiyallahu anh'ın ləqəbindən də biri Fərruh idi. Fərruh, yəni haqqa tez boyun əyirdi, haqqa tez tabi olurdu. Və həmçinin möhtərəm müsəlmanlar, Rasulullah s.ə.v-i sevmək elə olmalıdır ki, şəriət çərçivəsində olsun. Şəriətdən kənar sevgiləri, şəriətdən kənar ibadətləri, şəriətdən kənar hər bir şey nə varsa İslam dinində qəbul olunmur. Sevgi də İslam çərçivəsində olmalıdır. Belə ki, bəzi firqələr öz sevgilərini müəyyən insanlara elə göstərirlər ki, və yaxud insanlara elə təbliğ edirlər ki, onlar haqqında o qədər uydurma qissələr, yəni hadisələr danışırlar ki, həddi aşırlar, ifrata varırlar, küfrə girirlər. Necə ki, məsələn, bəzi firqələrdən biri, adını çəkməyəcəm, reklam olar onlar üçün, bəzi firqələrdən biri, Əli radiyallahu anhunun dünyaya 3 günlük gəldiyi zaman, yəni 3 gündə anadan olub, artıq buna oxuyurdu. Belə qıssələri, hansı ki onlar Əli radiyallahu anhunu tərifləmək üçün, onu hörmətə mindirmək üçün, hansı ki onun sənin tərifinə, sənin onun hörmətləndirməyinə, izzətləndirməyinə heç bir ehtiyacı yoxdur. Çünki artıq o, sağlığında, diri ikən cənnətlə müjdələnmiş olan insanlardan biriydi. Yəni, sənin onun tərifinə ehtiyacın yoxdur, ehtiyacı yoxdur. Və onlar batil təriflərlə onu tərifləyirlər. Və yaxud da ki, demələri ki, imamlar nə zaman istəsələr, o vaxt ölürlər. Ölüm onların öz ixtiyarındadır. Fikir verin küfürlərə. Və yaxud da ki, Quran-ı Kərimin Əli radiyallahu anh'ın İslam olmamışdan əvvəl və yaxud da ki, hətta Adəm əleyhissalam xəlq edilməmişdən əvvəl xəlq olunması haqqında olan batil qıssələr. Yəni, biz hamımız bilirik ki, belə qıssələr haqqında danışmaq, belə şeylər danışmaq, əksinə Allaha qarşı çıxmaqdır. Kimisə tərifləmək deyil. Və bu da onların batilliyini göstərir. Həmçinin belə şeyləri hətta məxluqatın ən xeyirlisi olan Muhammed sallallahu aleyhi ve sellemə qarşı danışmaq olmaz. Yəni, məxluqatın, yaradılmışların ən xeyirlisi bu ümmətin Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemdir. Hətta ona həddi aşaraq təriflər vermək olmaz. Lazımı qaydada tərifə nə qədər layiqdirsə, o qədər tərif verirsən. Həddi aşmaq olmaz heç bir şeydə, qardaşlar. Və hər ölkənin özünə məxsus, hər ölkənin, hər xalqın özünə məxsus şəhidləri, özünə məxsus liderləri olduğu kimi də bizim də ölkənin
özünə məxsus şəhidləri və liderləri vardır. Və görürsən, hətta bu liderləri, bu şəhidləri xalq sevir. Onlar haqqında şeirlər, onlar haqqında dastanlar yazılır. Baxmayaraq ki, başqa xalqlar həmin şəhidi və yox lideri tanımır. Hətta heç hörmət etmir. Çünki bu təbii bir haldır. Məsələn, bizim ölkəmizin əskərlərindən döyüşlərdə şücaətlə özünü göstərən insanlardan biri Mehdi Hüseynizadə. Yəni, bunun haqqında dərsli kitablarda oxumamış olmazsınız. Lakin buna baxmayaraq, o bizim ölkənin, xalqın liderlərindən, şəhidlərindən, tanınmış insanlarından, dəyərli insanlarından olsa da belə, lakin Almanlar üçün teröristdir. Çünki bir neçə yerləri partlatmışdır. Və yaxud da başqa bizim şəhidlər bir neçə yerlərdə həmin xalqlara qarşı güc tətbiq etdiyinə görə bizim üçün qəhrəmandır, şəhiddir, lakin ermənilər üçün düşməndir, ən pis insandır. Və bu təbii haldır. Və baxın, görün ki, xalq nə qədər öz qəhrəmanlarını, öz şəhidlərini sevdiyi kimi, çünki zahirən görsənir, onlar haqqında danışılan sözlər, hətta şişirdirlər bəzi məsələləri. Yəni, biz belə şeylərə toxunmuruq. Ümumiyyətlə, sizə çatdırmaq istədiyim məsələ odur ki, bunu ona görə misal gətirdim ki, və bu ümmətin lideri, bu ümmətin qəhrəmanı Allahın Rasulü Muhammed sallallahu aleyhi ve sellem. Ona görə, necə ki, hər bir xalq öz liderini, öz qəhrəmanını sevdiyi kimi, bütün müsəlmanlar da Rasulullah sallallahu aleyhi ve sellem'i sevməlidir, hətta öz canından artıq. Öz canından da artıq sevməlidir. Lakin ən çox Rasulullah sallallahu aleyhi ve sellem'i ən çox sevən insanlar, ona ən çox bağlı olan, ona itaət edən, ona itaətdə ən gözəl tabi olan, əxlaqda ən gözəl ona oxşayan, ona tabi olan, həmçinin onun sevindiyi vaxtı əsr sevinən, kədərləndiyi vaxtı əsr kədərlənən insanlar sahabələr olmuşdur. Və buna görə sahabələr bu ümmətin ən şərəfliləridir. Ən şərəfliləridir. Çünki sahabələr Rasulullah sallallahu aleyhi ve sellemin tələbələri idi. Çox təəssüflər olsun ki, bugün münafiqlər və münafiqlərə oxşayanlar həmin sahabələri tən edirlər. Həmin sahabələri lənətləyirlər. Onlardan acığı gəlir. Onların əleyhinə danışırlar. Hansı ki, tarix tam bunların əksi olaraq bizə göstərmişdir. Məsələn, tarixdə necə ki, həmin bu münafiqlər ki var, sahabəyə lənətləyirlər, hətta onlar Yahudi və Nəsranilər kimi belə deyirlər. Onlardan aşağı səviyyədədirlər. Çünki Yahudi və Nəsranilər öz peyğəmbərlərini və onun sahabələrini çox sevirlər. Soruşsan ki, yer üzündə ən xeyirli insanlar kimlərdir? Deyəcək ki, peyğəmbərlər, yəni öz peyğəmbərləri və onların ətrafında olanlar. Lakin bu batil firqələr, batil inancda olan insanlar isə deyirlər ki, peyğəmbərin ətrafında olanlar münafiq olmuşlar. Baxsan tarixə, görərsən ki, tarix bunun əksini göstərir. İstər əxlaq cəhətdən, hansı mövzuda danışmaq istəyirsənsə, sahabələr bizə nümunədir.
Və baxın bir hədis, hansı ki məşhurdur. Yəni məşhur insanların çoxsu bilir bu hədisi. Ömər ibn Xattab radiyallahu anh rəvayət olunan hədisdir. Ömər ibn Xattab radiyallahu anh buyurur ki, Beynəmə nəhnu culusun ində Rasulullah sallallahu aleyhi ve sellem zətə yevmin iztara aleyhi rəculun şədidü bəyad istiyar. Əl-hədis. Buyurur ki, hədisin bu hissəsində bir gün Rasulullah sallallahu aleyhi ve sellemin yanında oturmuşdur. Bir nəfər bizə yaxınlaşdı. Rasulullah sallallahu aleyhi ve sellem yaxınlaşdı. Şədid-i səvad-ı şa'b. Bir onun saçları zil qara və əynindəki paltarı da düm ağ idi. Zil qara və əynindəki paltarı düm ağ idi. Lə yura aleyhi əsərus səlim. Ki ondan heç bir səfər əlaməti yox idi. Çünki o vaxtı səfərdən gələn insanlar tanınırlar. Çünki səhralı, başı, üstü başı quma bulaşmış və yorğunluq hiss olmurdu səfərdən gələn insanda. Sahabədir ki, bunda heç bir əlamət yox idi səfərdən gələn. وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدًا. Heç birimiz onu tanımırdı. Heç kim onu tanımırdı. Və sahabələr əminliklə bilirdilər. Əminliklə bilirdilər ki, bu adam kimdir? Çünki Rasulullah sallallahu aleyhi ve sellem'lə Cəbrail aleyhisselam təmasda idi. Gəlib gedirdi Rasulullah sallallahu aleyhi ve sellem'in yanına. Vəhiy getirən mələk. Onun halı səfərdən gələnə oxşanırdı. Və gəlir Rasulullah sallallahu aleyhi ve sellem'in yanına o qədər yaxın otur ki, dizlərini deyir hətta. Və deyir, ya Muhammed, əxbirnə anil-İslam. Ey Muhammed, mənə İslam haqqında xəbər verir. Və Rasulullah sallallahu aleyhi ve sellem buyurur, İslam şəhadət gətirmək, namaz qılmaq, oruç tutmaq, zəkat vermək, həcc etmək. Bir doğru söylədi. Və bu bir daha sahabələri əmin edir ki, çünki deyir, fəcinnə aləhu, yəsəluhu və yusaddibuhu. Deyir, bizə təcrübə gəldi ki, sual verir və sualın da cavabını da təsdiqləyir. Sahabələr tam əmin idi ki, bu Cəbrail aleyhisselamdır. Və bir neçə sual verir, iman haqqında, qiyamət haqqında, ehsan haqqında suallar verir, cavablarını alır. Yəni, böyük bir hədisdir. Bu haqda böyük bir xütbəyə ehtiyac var. Və sonra getdikdə Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, ya Ömər, ətədri minəs-səi, bildin ki, o sual verən kimdir? Hansı ki, hamısı bilir. Neyin ki, Ömər radiyallahu anhu sahabələr içində ən zəkalı sahabələrdən biriydi. Neyin ki, Ömər hamısı bilirdi, gələn kimdirsə. Lakin Ömər radiyallahu anh'ın əxlaqı idi. Ömər radiyallahu anh özündən böyüklüğün qarşısında, özündən əksəlinin qarşısında, özündən ağıllısının qarşısında hələ belə danışmazdı. Deyir ki, Allah və Resulü a'lam. Allah və Resulü daha gözəldir. Hansı ki bilirdi Cəbrail aleyhisselamda. Lakin bugün günümüzdə müsəlmanların əksəriyyəti hətta bilmədiyi şeylər haqqında danışıb özlərini bilən kimi göstərmək istəyirlər. Allah-u. İndi sən sahabə ilə sənin arandakı fərqə var. O bildiyi halda, yəqin olduğu halda deyir ki, Allah və Resulü daha gözəl bilir. Lakin bugün biz bilmədiyimiz halda bir neçə tərcümə olunmuş kitablardan oxuduqlarımızı elə izah edirik, elə danışırıq, elə özümüzü göstəririk ki, biz dəhşətik. Baxın fərqə qardaşlar.
Və buna görə möhtərəm müsəlmanlar, sahabələr həqiqətən də tarixdə iz bırakmışlar. Və baxan tarixdə hətta Rasulullah s.ə.v sevməkdə, sahabələr elə gözəl fəal idilər ki, və belə kimi misallar çox gətirmək olar. Sadəcə olaraq vaxtın azlığına görə müəyyən məsələləri qeyd edirik. Hətta baxın, Rasulullah s.ə.v vaxtında Taifdə, hansı ki Rasulullah s.ə.v daşlayırdılar, bir neçə sahabi onun qarşısında, sağında, solunda, arxasında gəlirdi ki, hətta daşlar onlara deyilsin. Atılan dəmir qablar, ağır çəkili olan əşyalar onlara deyilsin. Rasulullah s.ə.v deyməsin. Hətta onun ətrafında onu qoruyurdular. Hətta Rasulullah s.ə.v uşaqlar, həmçinin qadınlar da sevirdi. Çünki Rasulullah s.ə.v-siz cənnət yoxdur. Rasulullah s.ə.v-siz din yoxdur. Çünki Rasulullah s.ə.v dinin banisi idi, dinin rəhbəri idi. Və ona görə Rasulullah s.ə.v onları zülmətdən nura çıxartdı, zəlillikdən izzətə çıxartdı. Və ona görə Rasulullah s.ə.v sevmək mümkün deyildi. Baxın, Əli radiyallahu anh kiçik yaşda olur. Rasulullah s.ə.v Məkkədən çıxdığı vaxt və müşriklər fikirləşirlər ki, onun yatdığı yerdə onu öldürmək mümkün olacaq. Və bu Əli radiyallahu anh'a çatır. Və gedir Rasulullah s.ə.v-in yatağında uzanır. Yatağında uzanır ki, onlar Rasulullah s.ə.v yatan görsünlər və Rasulullah s.ə.v vaxt əldə etsin. Məkkədən çıxa bilsin. Və müşriklər gəlir, üzünü açanda görürlər Əli radiyallahu anh. Və bu, ola bilərdi ki, onun üzünü açmadan qılıncla vursunlar. Gör, nə qədər Allah Rasulunu sevirdi ki, hətta öz ölümünə belə razı idi. Və yaxud ki, Ənəs ibn Məlik radiyallahu anh, Ənəs ibn Məlik uşaq olur. 10 il Rasulullah s.ə.və xidmət edir. 10 il. Hansı ki, evladlar var valideynlərinə xidmət eləmir. Onları qocalar evinə atır. Onları təhqir edir, tənqid edir. Onlara yardım etmir. Gör, sahabi necə Rasulullah s.ə.v sevirdi. Və yaxud ki, qardaşlar, Uhud döyüşündə baş verən bir hadisə. Uhud döyüşündə bir qadın, sahabi qadın, qadına xəbər verirlər ki, sənin ən yaxınların, atan, qardaşın və həyat yoldaşın, zövcən dünyasını değişdi, şəhid oldu. Və həmin qadın deyir ki, Rasulullah s.ə.v halına xərəm. Deyirlər ki, onun halı yaxşıdır, salamatdır. Lakin sənin əzizlərin getdi. Deyir, mən Rasulullah s.ə.v görmək istəyirəm. Və getirirlər Rasulullah s.ə.v-in yanına, baxır, ağlayır, deyir ki, vallahi ki, ya Rasulullah, ən böyük müsibət səni itirməkdir. Ən əzizlərini itirir, əlini, qardaşını, atasını. Deyir ki, vallahi ki, ən böyük müsibət səni itirməkdir. Ondan başqa müsibətlər heç nədir. Hətta baxın, Rasulullah s.ə.v vəfatında, Rasulullah s.ə.v vəfatında vəziyyət çox ağır olur. Müsəlmanlar özlərini itirirlər. Çünki həqiqətən kölələri, insanlara nökər olanları dünyaya hakim etmək hər adamın işi deyildir. Ona görə onlar dözə bilmirlər, ağlayırlar. Hamı ağlayır.
Hətta Ömər ibn-i Xattab radiyallahu anh görür ki, cəmaat ağlayır və hiss edir ki, məsələ ciddidir. O elə zənn edir ki, Rasulullah s.ə.v gedib, necə Musa aleyhissalam getmişdi. Qaydacaq, o da bir vaxt qaydacaq. O elə zənn edirdi. Lakin gəlir, gör ki, cəmaat ağlayır və məsələnin ciddi olduğunu hiss edir. Qəzəblənir ki, o adamın başını kəsərəm, öldürərəm, kim desə ki, Rasulullah s.ə.v vəfat edir. Çünki qəbul edir, bilmirlər, dözə bilmirlər. Və Əbu Bəkr Əs-Sıddıq radiyallahu anh, Rasulullah s.ə.v-in qaynatası, onun ən yaxın dostu, gəlir Rasulullah s.ə.v-in yanına, artıq vəfat etmişdir. Üzünü bağlamışlar, açır üzünü, açır və Rasulullah s.ə.v öpür və çıxır, şücayət göstərir. Çünki hamı özünü itirmişdir. Şücayət göstərir ki, deyir ki, Rasulullah s.ə.v artıq vəfat edir. Və Əl-İmran surəsinin 144-cü ayəsini oxuyur. Ayədə qeyd olunur ki, وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ Əl-Əyə buyurur ki, Məhəmməd ancaq bir elçidir. Necə ki, ondan qabaq elçilər olduğu kimi. Ondan qabaq elçilər gəlib getdiyi kimi, o da bir elçidir. Və buyurur ki, əgər o ölsə və yaxud onu öldürsələr, siz geri mi qayıtacaqsınız? Yəni, dininizdən mi çıxacaqsınız? Və başqa ayələr oxuyur ki, kim Muhammedə ibadət edirsə, bilsin ki, artıq o yoxdur. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədidir. Və Ömər ibn-i Xattab radiyallahu anh və bir çox sahabələr deyirlər ki, elə bil bu ayənin birinci dəfə eşidir, hansı ki, hafiz Quranlar idi. Elə bil bu ayənin birinci dəfə eşidir. Və baxın, Rasulullah s.ə.v-in sevgisinin nə qədər ağır olmuş onlar kimi. Hətta Bilal radiyallahu anh, Rasulullah s.ə.v hələ dəfn olunmamışdır. Namazın vaxtı çatır, azan verir. Azan verir, Muhammedən Rasulullah kəlməsinə çatanda deyə bilmir. Və başlayır ağlamağa. O gündən sonra tərk edir azanı. O gündən sonra tərk edir hətta Mədinəni. Çünki ağır idi Rasulullah s.ə.v itirmək. Və bir vaxt keçir, Həsən və Hüseyin radiyallahu anhumanın, yəni rəhbərlik dövrlərində, böyüklük dövrlərində gəlir Mədinəyə. O da ona görə gəlir ki, Rasulullah s.ə.v yuxuda görür. Və Rasulullah s.ə.v deyir ki, ya Bilal, ne üçün bizə ziyarət etmirsən? Və gəlir Rasulullah s.ə.v qəbrini ziyarət etməyə. Və sahabələr xahiş edirlər Bilalı görəndə, xahiş edirlər ki, onlar üçün azam versin. Və Bilal radiyallahu anh azam verəndə hamı başlayır ağlamağa. Rasulullah s.ə.v vaxtını xatırlayırlar. Və ona görə məhtərəm müsəlmanlar, Rasulullah s.ə.v-in sevgisi həqiqətən böyükdür. Çünki o bizim ölü olan qəlblərimizi diriltdi. Rasulullah s.ə.v ümmətini o qədər çox sevirdi ki, ümmətinin qayğısına o qədər çox qalırdı ki, hətta Yahudi belə öləndə, dünyasını dəyişəndə pərişan olurdu. İstəmirdi ki, o olan vaxtı kimsə cəhənnəmə düşsün.
Hatta Yahudi bir uşaq İslamı qəbul edəndə sevinirdi. Çıxdı şükürlədi. Şükürlədi ki, birini olsa da cəhənnəmdən qurtardım. Və belə adam, belə lider, belə bir insan həqiqətən də sevilməyə layiqdir. Və Allah subhanət hala bizə eşitli faydalanlardan etsin. Allah subhanət hala həqiqətən Rasulullah s.a.v. sevənlərdən, ona tabi olanlardan etsin. Günahlarımızı bağışlasın, əməllərimizi islah etsin. Allah subhanət hala borcu olan müsəlmanların borcunu qaytarmaqda yardım etsin. Allah subhanət hala bağlı olan məsəllərimizin açılmasında bizə yardım etsin. Haqqı haqq kimi, batili batil kimi görməkdə, başa düşməkdə bizə yardım etsin. Və bu günləri qardaşlar, həqiqətən yaxınlıq, insan öz yaxınlığını, öz əzizini, sevdiyi insanı itirmək çox ağırdır. Və bu günləri aramızda çoxdan da aramızda qardaşlıq eləyən, dinimiz üçün çox çalışan, əziyyət çəkən, əməl salih qardaşlarımızdan biri olan Elman vəfat elədi. Və saat 5-də dəfn olunacaq. İnşallah eşitməyən qardaşlara xəbər verin. Ve kardeşimiz için bağışlanma diyelim. Aqulu qavle hâzâ ve estağfirullâhe li ve lekum. Ve risale müslümin min kulli ve estağfiruhu innehu gafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Ebalallah, innallaha ya'muru bil adli ve ihsan ve ita'i zil qurba ve yenha anil fahşai vel munkar vel baghi. Ya'idhukum la'allakum tezekkerun ve lezikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un. Ve akussalam. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Hayy alel-salâh, hayy alel-felâh. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Sana gel bakalım. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. Allahu Ekber.
Semihallahu limen hamidah. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim veleddâllîn. Amin. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Allahu Ekber. Semihallahu limen hamidah. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullah. Esselamu Aleyküm ve Rahmetullah.